1918-ci il Milli Şuranın iclası, Məhəmməd Əmin Rəsulzadənin çıxışı. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında yeniləyən əziz vətənimizdə 1918-ci il 28 Mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiz vətəndaşlar. Üç rəngi istiqlal bayrağını döşləyəndə gəzdirən buradakı vətən ailesi bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal işqi ilə çırpınan azadlıq ailəsizlərə candan salamlar göndərir. 28 Mayıs istiqlal qurbanlarının əzruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm. Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.